Feilin təsvirlənməyən formalarından feilli sifət. Feilli sifət həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Yəni, məsdərdə qeyd etdik ki, məsdər həm feilin, həm də ismi xüsusiyyətlərini daşıyır. Feilli sifət isə feillə sifətin xüsusiyyətlərini daşıyır və bunlar feilli sifət özünə məxsus qrammatik göstəriciləri var. Məsdərin özünə məxsus qrammatik göstəricisi maqiddirsə, feilli sifətin özünə məxsus qrammatik göstəricisi, yəni şəkilçisi, alt dənə şəkilçisi var, bir dənə deyil. Məsdərdə bir dənə idi, amma feilli sifətdə alt dənə. Bunlar hansılardır? Andır, acaqdır, asıdır, malıdır, dıq plus mənsubiyyətdir və mış şəkilçisidir. Və biz bu şəkilçilərlə feilli sifəti müəyyənləşdiririk. Yəni, biz yalnızca feilli sifəti bu şəkilçilərlə müəyyənləşdiririk. Bu şəkilçilər olmasa, feilli sifətdən söhbət gedə bilməz. Yəni, buradan da belə qənaətə gəlmək olar ki, biz feilli sifət tapanda birinci nəyi tapmalıyıq? Feilli sifətin şəkilçilərini tapmalıyıq. Amma hər az öncə saydığım şəkilçiləri, hər bu şəkilləri görəndə biz bunu feilli sifət götürə bilərikmi? Əlbəttə ki, xeyr. Niyə? Çünki hər birinin homonimliyi var. Bu feilli sifət şəkilçilərini feilli sifət özünü mənimsəməklə bərabər, feilli sifət şəkilçilərini bilməklə bərabər, eyni zamanda onların homonimlərini bilmək də vacibdir ki, biz feilli sifətlə onun homonim şəkilçilərinin fərqini bilə bilək. Yəni, qarşımıza feilli sifətinin şəkilçilərinə oxşar şəkilçilər çıxanda da, feilli sifətin özü də çıxanda da bunları ayırt edə bilək. Hələ ki, feilli sifət haqqında məlumat verəcəm, homonimləri haqqında isə bundan sonra məlumat verəcəm. Deməli, həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyan sözlərə nə deyilir? Feilli sifət deyilir. Feilli sifət özündən əvvəl gələn müəyyən sözlərlə əlaqəyə girib onları özünə tabe edib tərkib əmələ gətirir. Yəni, bu ümumiyyətlə bütün təsvirlənməyən feillərə aid bir ortaq xüsusiyyətdir. Tərkib əmələ gətirmək həm məsdər, həm feilli sifət, həm feilli bağlama tərkib əmələ gətirə bilirdi. Misal üçün, indi əsasən misallarla davam edəcəm, amma məlumat da verəcəm. Deməli, oxuyan şagird imtahanda uğur qazanar. Nə edər uğur qazanar? Kim? Şagird. Hansı şagird? Oxuyan şagird. Burada oxu sözün kökü an nədir? Feilli sifətin şəkilçisidir. Ən məşhur şəkilçisindən biridir. Dərslərini yaxşı oxuyan şagird imtahanda uğur qazanar. Burada da artıq tərkib yaradıbdır. Tərkibdən danışdığım üçün burada qeyd etdim. Deməli, dərslərini yaxşı oxuyan şagird imtahanda uğur qazanar. Nə edir? Uğur qazanar. Kim? Şagird. Hansı şagird? Dərslərini yaxşı oxuyan şagird. Deməli, feilli sifətin şəkilçiləri bunlardır. Az öncə qeyd etdim. An, mış, dığım, dıq plus mənsubiyyət, yəni acaq, ası, malı. Oxuyan şagirddə burada şəkilçimiz an şəkilçisidir, oxu sözün kökü. Sonra oxunmuş məktub, hansı məktub? Mışdır. Feilli sifəti biz həm də necə müəyyənləşdiririk? Sualına müəyyənləşdiririk. Feilli sifət hansı sualına cavab verir? Yəni, sifətin sualına cavab verir. Yazdığım bu dıq plus mənsubiyyət. Oxunacaq əsər, hansı əsər? Oxu sözün kökü. Oxunmaq, oxunacaq əsər, hansı əsər? Oxunası əsər, hansı əsər? Oxunmalı əsər, hansı əsər? Oxunmalı kitab, hansı kitab? Oxunası kitab, hansı kitab? Və s. bu kimi formada. Bunlar feilli sifət haqqında ümumi məlumat idi. İndi isə ətraflı məlumata keçək. Feilli sifətin feilə aid xüsusiyyətləri. Feilli sifət bildiyimiz kimi az öncə qeyd etdim. Həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Bəs feilin bütün xüsusiyyətlərini daşıya bilirmi? Əlbəttə ki, xeyr. Bəs sifətin bütün xüsusiyyətlərini daşıya bilirmi? Yenə əlbəttə ki, xeyr. Daşıya bilmir. Feilli sifətin feilə aid xüsusiyyətləri hansılardır? Hərəkət bildirir. Sonra feilin qrammatik növlərində olur. Yəni, məlum növ, məhsul növ, qayıdış növ, qarşılıq növ bunlarda olur. Sonra təsdiq və inkarda olur. Deyə bilərik də bunda oxuyan, oxumayan bu formada təsdiq və inkarda olur. Sonra ətrafına söz toplayıb tərkib yaradır. Bunlar bir də hərəkət məzmun olduğunu da qeyd etdik. Deməli, hərəkət bildirir, təsdiq və inkarda olur. Məsəl üçün, yazan, yazmayan, oxuyan, oxumayan. Məsəl üçün, təhlil etsək, yaz sözün kökü ma burada, inkar, anda feilli sifətin şəkilçisi. Qrammatik növlərə görə dəyişir. Yəni, qrammatik növlərə görə dəyişmək nə deməkdir? Həm məlum növ, həm məhsul növ, həm qarşılıq bircəlik növ və s. növlərdə işlənə bilirdi. Görən məlum növ, görüləcək. Gör sözün kökü, görülmək, görüləcək, görüləcək işlər, hansı növ? Məhsul növ. Görünmüş, qayıdış növ burada. Bu da feilli sifətin şəkilçisidir. Feilli sifətin şəkilçilərini az öncə qeyd etdik.
altdan şəkilçisi var idi. Gördürən, gör sözün köküdür. Yəni icbar növ görüşdüyümüz. Burada da nə deyək, qarşılıq bir gəlib növ. Fe'l sifət özündən əvvəl gələn sözləri özünə tabe edərək tərkib yaradır. Bunu da az öncə qeyd etdim. Misallarla davam elə. Dərslərini yaxşı oxuyan hər bir şagird uğur qazanacaq. Nə edəcək? Uğur qazanacaq. Kim? Şagird. Hansı şagird? Hər bir şagird. Dərslərini yaxşı oxuyan hər bir şagird. Burada da təyinimiz burada nədir? Anən fe'l sifətdir və özündən əvvəlki sözləri özünə tabe edərək nə vardı? Tərkib yaratdı. Sonra zamana görə dəyişməsə də, bu fe'l sifətin ən incə məqamıdır. Zamana görə dəyişmir, amma zaman məzmunu var. Şəkilçilərində zaman məzmunu var. Bu nə deməkdir? Misal üçün oxuyan şagird. Bu hansı zamanda olur sizcə? Belə fikirləşəndə görürsən ki, hal-hazırda oxuyur da oxuyan şagird. Bir də var oxunmuş məktub. Yəni bu nə indi baş verir, nə gələcəkdə baş verəcək, amma məzmununda görürük ki, keçmişdə baş veribdir bu. Oxunmuş məktub, yəni məktub oxunub bitibdir artıq. Bu mənada. Deməli, altı şəkilçidən biri indiki zamandır, an indiki zamandır, acaq, ası, malı. Buna gələcək zaman məzmunu ifadə edir. Mış və dık plus mənsub isə keçmiş zaman məzmununu ifadə edən fe'li sifət şəkilçilərdir. Keçmiş zamanda deyil, indiki zamanda deyil, gələcək zamanda deyil. Sadəcə o məzmunu ifadə edir. Yəni oxunacaq məktub. Bu məktub oxunacaq. İndi hal-hazırda oxunmuyubdur, keçmişdə də oxunmuyubdur. Yəni gələcəkdə oxunacaqdır. Sonra oxunmuş əsər keçmiş zaman məzmunu ifadə edir. Bunu az öncə qeyd etdim. Misalda kifayə olaraq oxuyan intizamlı olur. Oxuyan şagird anən bu da fe'l sifətdir. Oxunacaq əsər bu da gələcək zaman məzmununu ifadə edir. Fe'l sifətin indi keçək sifətə aid xüsusiyyətlərinə görə sifətin hansı xüsusiyyətlərini qəbul edir. Sifətin heç də hər bir xüsusiyyətini qəbul etmir. Həm sifət, həm də fe'li sifət belə deyək ki, əşyanı təyin edir. Yəni hansı sualına cavab verir, əşyaya aid olur, belə deyə bilərik. Sonra hansı sualına cavab verir, deyə bilərik. Cümlədə təyin olur, buna deyə bilərik. Sonra isim, fe'li sifət necə isimləşirdir? Bu da isimləşir. Yəni ismi xüsusiyyətlərini qəbul edərək isimləşə bilir. Və yalnızca təyin yox, isimləşən zaman artıq ismi xüsusiyyətlərini qəbul etdikdən sonra isim hansı cümlə üzvləri olursa, bu da o cümlə üzvləri ola bilir. Misal üçün, indi misallarla davam edək bir. Fe'l sifətin sifətə aid xüsusiyyətləri baxaq görək hansılardır. Az öncə qeyd etdim, həm sifət, həm də fe'li sifət əşyanın əlamətini bildirir. Əlamətini bildirir, əşyanın əlamətini bildirir. Necə, nə cür, hansı sualına cavab, yəni